Güney Azərbaycan, Türkiyə devlətinin və Azərbaycan devlətinin Türkiyə və Azərbaycanda olan sevdaşlarının yanındadır. Sonuna qədər yanındadır. O sınırlar sınır değil bizim için. Qardaşlıq yolumuzdur. Sən İran rejimi orada batacaqsan, Fars əsgərlərinə, Fars sərbazlarına deyirəm ki, hemen geri dönün. Oraları istəsə bir güllata sizin için mezar olacaqdır. Türk-İslam ordusuna qarşı olan hər bir kəsin qarşısındayıq. Biz Güney Azərbaycan Türkləri bildir. Bir önceki yıl Qarabağ olaylarında necə Ərdəbildə, Urmiyədə, Zəncanda, Qəzvində, Tehranda, Həmədanda, Təbrizdə ayağa qalxdıq. Bugün gene ayağa qalxmağa hazırıq. Türkiyəmizin və Azərbaycanın yanında olmağa hazırıq. Kimsə bunun qarşısına geçə bilməz, geçəməyibdir və geçəməyəcəkdir. Bugünlərimizə o Zəngəzur koridoru Türkiyə və Azərbaycan istəsə açılacaqdır və oradan Türk yurtlarına rahatça gedib gəlinəcəkdir.